Salam əziz dostlar. Allahın əli, ayağı budur. Ümumiyyətlə bədən üzvləri, bədəni varmı? Cavab: xeyr, yoxdur. Ola da bilməz, olması da qeyri-mümkündür. Bir varlıq ki, bir şeyi yaratmaq istəyəndə sadəcə iradə eləyir. İstəyir ki, o varlıq var olsun və o varlıq da var olur. Quran təbiri ilə desək, ona ol deyir, o da olur. Belə bir varlığın əl-ayaq nəyinə lazımdır? Əl-ayaq bizə lazımdır ki, biz ayaqla, əllə müəyyən işlərimizi görürük. Allahın əli, ayağı onun nəyinə lazımdır? Nə ehtiyacı var onun? Ələ, ayağa. Bir halda ki, istədiyini həyata keçirir. İstəyən zaman həmin o şey həll olur. Vücuda gəlir. Və onun üçün əl-ayağa ehtiyac yoxdur ki. Allah ələ, ayağa möhtac deyil. Allah ehtiyacsızdır. Allahu samədir. Bəs Qur'an-ı Kərimdə əl, ayaq nisbəti verilir. Allahın əli onların əlinin üzərindədir kimi ayələrlə necə başa düşmək olar? O əl təbii ki, biz başa düşdüyümüz əldən deyil. Bəzi yerlərdə qüdrət mənasındadır, bəzi yerlərdə səxavət mənasındadır ki, o başqa bir mənaya yozulmalıdır. Bunlara xəbəri sifətlər deyirlər və onlar başqa bir mənaya yozulmalıdır. Sağ olun.